yaxşısınız. Ümid edirəm ki, yaxşısınız. Sizə bir hekayə danışacağım. Hikayəmə başlamadan əvvəl deyim ki, hansı ölkədə, hansı meşədə olduğunu bilmirəm. Sadəcə bu hikayəni TikTok'dan gördüm, bəyəndim və sizə danışmağa qərar verdim. Hikayəmə başlamadan əvvəl bir qutum çay içim və hikayəmə başlayacağım. Hikayəmə başlayıram. Meşələrdən birindən hamilə ceyran olur. Ceyran övladını dünyaya gətirmək üçün düz gedir, meşəyə içinə girir. Görür ki, meşə yanır. Ceyran qaça-qaça taxt dərsəni, yəni suyun içinə, su tərəfə gedir. Görür ki, suyun içində timsah var. Ceyran tərəfə qaça-qaça sola gedir. Görür ki, ovcu tüfənglə bunu vurmağa çalışır. Ceyran fikirləşir ki, mən arxama geçsəm, meşəyə geçsəm, mən yanacaq. Sağa geçsəm, timsah məni yeyəcək. Sola geçsəm, ovcu məni vuracaq. Yəni, hər tərəfdən mən öləcəm. Bari bu ağaçların birində övladımı dünyaya gətirim və ölüm. Çünki başqa çarəsi yoxdur, elə düşünür Ceyran. Nəysə, Ceyran övladını dünyaya gətirməyə başlayanda şimşək çaxır. Şimşək çaxanda ovcu şimşəyi səsinə çarxır, timsahı vurur, timsah ölür və yağış yağmağa başlayır. Meşə sönür. Yəni yanmaqdan məhv olub gedir, yanmır. Bu hikayədə nə başa düşdünüz? Qısadır, değil mi? Hikayəm, amma çox mənalıdır. Hadi, bu hikayədə nə anladığınızı videomun altında yazın. Mən tərscə bir şey anladım. Yəni, bəlkə də eyni fikirdə deyilik. Bəlkə də eyni şeylər düşünmürük. Başqa fikirdəyik. Amma mən öz fikrimi deyirəm, anladığımı deyirəm ki, bilin. Mən tərscə bir şey anladım. Ümidsiz bir şey yox. İnsan istər insan olar, istər heyvan olar, hamımız Allahın quluyuq. Və belə söz var ki, bir kitabda oxumuşam ki, o sözü çox sevirəm, doğrudan çox sevirəm. Belə söz var ki, ümidsiz insan qənətsiz quşa bənzər. O doğrudan söz doğrudur. Yəni, ümidimizin kəsilən vaxtı, çarəsiz qaldığımız vaxtı. Deyirik ki, çarəsizəm, ümidsizəm. Amma Allah o ümidsiz olan vaxtı elə üzümüzə qapı açır ki, elə şey olur ki, mən möcüzə inanmıram. Çünki möcüzə deyən şey yoxdur mənim üçün təbii ki. Yəni, Azərbaycan dedim ki, öz fikrimi deyirəm sadəcə. Amma Allah elə bir qapı açır ki, üzümüzə. Deyir ki, Allah, ümid. Ümidsiz insan, ümidsiz heyvan olmur. Yəni, mən həmişə ümidim olur. Siz də ümidinizi kəsməyin. Hər şey yaradan, yeri, gölü yaradan Allah hər şey bir çarəsi olur. Allah hamımızı, bütün canlıları qoruduğu kimi saxlayır və onları
çarəsiz olan vaxtı, ümidsiz olan vaxtı ümid verir, çarə verir. Ümidinizi heç vaxt itirməyin. İnşallah bu hikayəni çox sevmişsiniz. İnşallah beğenmişsiniz və paylaşasınız bu videomu. Bu arada sizə deyim ki, bir həftə əvvəl, bəlkə də 10 gün əvvəl mən Bakıdaydım. Çoxları məni tanıdınız, fəqət mənim adımı bilmədiniz. Necə olur ki, məni takip edirsiniz, məni tanıyırsınız, adımı bilmirsiniz? Sual verim sizə, necə olur o? İnşallah, inşallah hər yaxşı insanın Allah onun qəlbinə görə verər. Və pis insan demeyeyim də, qəlbi qara olan insanın və paxıl insanların, bu cür insanların Allah onların qəlbini təmizləyər və yaxşı insan olanlar. Və hər bir insan heyvanları sevər və qoruyar. Mən bir heyvan sevəri olaraq mən istəyirəm ki, hər bir insan heyvanlarını sevsin və qorusun. Sizə dəyərli vaxtınızı aldığım üçün üzr istəyirəm və bu hikayədən nə anladığınızı videomun altında yazarsınız. Videomu beğenmeyi, videomu paylaşmağı, kanalıma abone olmayı unutmayın. Size yaxşı baxın. Bye bye.